Cücərdilmiş qarabaşaq dünyada ən güclü superfood sayılır. Bəs niyə? Və nə üçün səhv istifadə olunanda zərərli ola bilər? Videoya keçməzdən əvvəl mənim kanalıma abunə olub, zınqrov işarəsini açmağı və videonu bəyənib paylaşmağı unutmayın. Cücərdilmiş qarabaşağın tərkibində faydalı maddələr adi qarabaşaqla müqayisədə qat-qat daha çoxdur. Bu səbəbdən cücərdilmiş qarabaşaq əsl təbii dərman sayılır. Orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin riskini azaldır, immun sistemini möhkəmləndirir, insana gümrahlıq və enerji bəxş edir, arıqlamağa kömək edir, əzələləri möhkəmləndirir, orqanizmin fiziki davamlılığını artırır. Bu hünərinə görə cücərdilmiş qarabaşaq tez-tez idmançıların qidalanmasına daxil edilir. Xolesterini salır, damarları təmizləyir, təzyiqi tənzimləməyə yardım edir. Damarlarda trombların əmələ gəlməsini azaldır. Damarların divarlarını möhkəmləndirir. Fol turşusu dəmir və mis sayəsində qanın tərkibini yaxşılaşdırır. Qan azlığı hamilə və uşaq əmizdirən qadınlar üçün çox faydalıdır. Dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır. Potensiyanı artırır, prostat vəzi xəstəliklərinin qarşısını alır. Yod çatışmazlığı ilə bağlı olan zob xəstəlikləri zamanı faydalıdır. Güclü xərçəng əleyhinə təsirə malikdir. Cücərdilmiş qarabaşağı hazırlamaq üçün yaşıl qarabaşaq yaxşı təmizlənir, yuyulur, səməni kimi cücərdilir. Cücərtilərin uzunluğu bir neçə milli olanda qarabaşağı yenidən yaxşı yuyun və qurudun və salatlara, sıyıqlara, müxtəlif yeməklərə əlavə edib və ya kəsmik yoğurt qatıqla qarışdırıb yeyə bilərsiniz. Hazır cücərdilmiş qarabaşağı 3 gündən çox olmayaraq soyuducuda saxlayın. Sonra yeni porsiya hazırlayın. Gün ərzində 2-3 xörək qaşığı cücərdilmiş qarabaşaq yemək olar. Bəs bu faydalı bitkinin zərərləri varmı? Qarabaşaq həddən artıq yeyilərsə sağlamlıq üçün təhlükə yarada bilər. Qarabaşağın tərkibində çox miqdarda nişasta və zülal var. Bu da allergiyanın, habeləmədə bağırsaq xəstəliklərinin inkişafına səbəb ola bilər. Bu baxımdan həzm problemi yaşayan insanlara bu məhsuldan imtina etsə daha yaxşı olar. Diqqətli olunmalı məqamsa qarabaşağı düzgün bişirmək vacibdir. Onu dərhal qaynatmaq deyil, üzərinə qaynar su töküb bir gecə isladıb sonra bişirmək lazımdır. Bu vəziyyətdə qarabaşaq yarmasında olan zərərli maddələr itir. Cücərdilmiş qarabaşaq haqqında siz nə düşünürsünüz? Bunu sınamısınızmı? Fikirlərinizi şərhlərdə yazın. Daha çox belə faydalı məlumatlar üçün kanala abunə olub, bəyənməyi və paylaşmağı unutmayın.